Çox bağışlayan, çox mehriban Allahın adı ilə xoş gördük. Sizi salamlayıram hamınızı. Bu mərkəzdə bizim 3-cü görüşümüzdür burada. Bildiyiniz kimi təlimin adı etməməyin qürurudur. Bu haqda söhbət eləmək istəyirik. Neçə müddət bundan əvvəl idi və işdən evə tələsirdim. Piyada gedirdim. Yəni, yürürdüm sürətlə və gəldim, qəfil yolu keçmək istəyəndə işıqforun işığı yandı, svetoforun işığı yandı, qırmızı işıq yandı piyadalar üçün və mən belə qəfil dayandım. Çünki çox sürətlə gedirdim. Dayanandan sonra elə bir ki, bu qəribə bir, adi bir dayanış deyil idi də, qəfil dayandım və mənə bu İşıqforun işığı bir əlamət kimi, bir işarət kimi qəribə görsəndi ki, sanki o bəzən belə olur da, nələrsə bizlə danışır. Əslində həyatda hər şey insanla danışır. Sadəcə o işarətləri görmək lazımdır. Bəzən insanın gözləri sanki açılır, bəzən qulaqları açılır və sən o işarətləri görürsən. Ruminin qəşəng belə bir sözü var, deyir ki, qulaq deyir, əgər həqiqəti anlayırsa, o gözdür. Həqiqəti anlayan qulaq gözdür. Bəzən işarət dili ilə sanki bizlə danışırlar. Bu işıqforun qırmızı işığı bu formada məni dayandırması mənə elə bir ki, ayə kimi göründü sanki. Fikirləşdim ki, Allah bu günləri insanla danışsaydı, öz insanı ilə, öz yaratdığı ilə, bəndəsi ilə danışsaydı, ona nə deyərdi? Bir kəlmə, bir cümlədə Allah ona nə deyərdi? Mənə elə gəldi ki, ona deyərdi, necə ki, svetofor bu günləri mənə bunu dedi, Allah da ona deyərdi ki, dayan. Və etməməyin qüruru çıxışının ideyası buradan yarandı ki, dayan. Bugün insanın, bəşəriyyətin dayanmağa ehtiyacı var. Bugün müasir psixologiyadan tutmuş bir çox sahələr, istiqamətlər əl-ələ veriblər, insanı dayanmamağa səsləyirlər, sürətə səsləyirlər. Məsələn, sözünü içində saxlama, haqqını tələb elə, fikrini belə de və s. Bütün bu günlər çağırışlar bu çağırışlardır da. Etməyin qüruru dövründə yaşayırıq. Məsələn, deyir ki, mən etdim, mən filan şey elədim, mən sözümü dedim orada, mən otuzdurdum onu yerində, onu susturdum, bunu belə elədim. Etməyin qüruru. Halbuki, məsələn, 50 il bundan qabaq insanlarda bir etməməyin qüruru var idi. Mən etmədim, mən demədim, mən filan vəziyyətdə sustum. Bəli, bir problemlər var idi. Ondan dolayı başladılar pompalamağa, deməyi, danışmağı. Amma binanın bu tərəfindən yıxıldılar da. İndi də insanları dayandırmaq olmur. İnsanları o qədər danışmağa, sözünü deməyə, fikrini deməyə çağırıblar ki, hamı danışır. Hamı danışmaqla məşğuldur. Hamı haqqını tələb eləməklə, haqq davası, düşüncə davası. Buradan irəli gələrək düşündüm ki, bu haqda danışmaq lazımdır. Etməməyin qüruru. Belə bir insanın qüruru olmalıdır, qürur yeri olmalıdır. Mən etmədim. İçindən gələn kimi yaşamaq indi dəbdədir. Yenə də bunu pompalayırlar, təbliğ edilir hər yerdə. İçindən gələn kimi yaşa filan. Mən deyirəm ki, dostlar, bu haçansa mümkündür. İçimiz əslində barbardır. Bu insan öz içini tərbiyə eləyəndən sonra bəlkə bu mümkündür. O Konfutsinin məşhur sözü var da, deyir ki, mən elə bir vəziyyətə gəldim, ruh halına gəldim, çıxdım ki, ürəyim istəyən kimi yaşayırdım və göylərin qanununda pozmurdum. Bu bir mərhələ idi, bura gəlib çatmaq lazımdır. Amma bugün ümumi olaraq təbliğ olunur ki, sən istədiyin kimi yaşa, ürəyin nə istəyirsə elə, ürəyin istədiyin kimi yaşa və bir insanı insanlıqdan çıxardırlar da, belə olanda. Etməmək feilin inkar formasıdır. Feilin inkar forması, bilirsiniz, feilin bir təsdiq forması var, etdim.
Bir də inkar forması var. Amma bütün hallarda feilin inkar formasıdır. İnkar forması da olsa feilin inkar forması. Yəni bunun özü də bir fəaliyyətdir. Etməməyin özü də bir fəaliyyətdir. Susmağın özü də bir fəaliyyətin növüdür. Fəaliyyətsizlik deyil, yəni passivlik kimi qələmə verilməməlidir. Hansı hallarda, baxın bundan danışmaq istəyirəm. Əgər bir etməmək, bir fəaliyyətsizlik hansısa qorxudan, kompleksdən və s. qaynaqlanırsa bu problemdir. Ki, çox hallarda, bəzi hallarda oradan qaynaqlanır. Yəni, insan ona görə susur ki, o deyə bilmir, qorxur, çəkinir, utanır, müxtəlif komplekslər səbəbindən fikrini deyə bilmir. Əgər qaynaq budursa, bunun da əlaməti bilirsiniz nədir? Sonraki peşmanlıq. Sonradan peşman olur adam. Sonradan deyir ki, kaş belə deyildim, o belə dedi, mən cavabını verəydim, kaş filan. Əgər belə olursa, deməli qaynağı kompleksdir, qaynağı utancaqlıqdır, çəkincənlikdir, müəyyən travmalardan danışırlar da indi. Biz bundan danışmırıq. Bu etməmək, fəaliyyətin bu növündən danışmırıq. Biz şuurlu və məbnası olan, əsası olan etməməkdən danışırıq. İnsan niyə etmir? İnsan necə olur ki, etmir? Məsələn, qədim insanlara baxırıq, görürük ki, bu insan filan yerdə haqsızlığa məruz qaldı. Kimsə durdu, dedi ki, belədir və o durub özünü müdafiə edə bilərdi, durmadı və özünü müdafiə etmədi. Dedi, tamam, sağ olun. Və durdu, çıxdı, getdi. Görmüsünüz belə vəziyyətlər, situasiyalar. Həqiqətən də qarşı tərəf o qədər, belə deyək də, üzr istəyirəm, hayasızsa, deyir, danışır, nəysə filan. Bu adam başını sağır aşağı, deyir ki, tamam, durur və çıxır, gedir. Bax, bunun bir qaynağı olmalı. Necə olur ki, bu insan bunu bacarır? Necə belə insanlar ola bilirlər? Susmağı bacaran, dayanmağı bacaran, bir konfliktin içində düşünün özünüzü. Konflikt bir yerdən sonra birdən deyirsiniz ki, yaxşı, mən bağışlayayım, mən gedim. Durursunuz və çıxırsınız. Tam elə bir yerdədir ki, siz zəif nöqtələrini bilirdisə, elə şeylər deyə bilərsiniz, dədəsini yandırarsınız qarşı tərəfini deyirsiniz, tamam. Və dayanırsınız və çıxırsınız ki, etməməyin qüruru. Bu necə olur? Bu bir neçə səbəbdən olur. Birincisi, bu səbəbdən olur ki, insanın gərək məbnası olsun. Etməyən insanların məbnası var. Məsələn, mənim çox gözəl bir məbnam. Məbna yəni əsas, söykənəcək yer. Söykənəcək bir şey olmalıdır. Baxın, deyirlər ki, filan yerdə belə eləyiblər. Sənin haqqında, sənin dostlarına, sənin haqqında pis şeylər danışıblar. Fərz eləyək. Sənin haqqında pis şeylər danışıblar. Və sən də əgər belə bir məbnan yoxdursa, düşürsən əl-ayağa da, narahat olursan ki, sənin haqqında dostlarına pis danışıblar və bilmirsən söhbət hansı dostlardan gedir və bir-bir onları tapmalısan, özünü müdafiə eləməlisən ki, yox, belədir filan. Və yaxud bir nəfər yadımdadır, gəldi mənə dedi ki, bizim aramızda olan bu narahatlığı, konflikti, filanı, mən filan kəsə danışdım. Özü gəldi mənə dedi ki, mən bunu filan kəsə danışdım. Bəlkə də öz aləmində düşündü ki, mən gedəcəm həmən adamla oturacam, danışacam ki, belədir, filandır. Sonra ikinci dəfə görüşəndə o dedi ki, siz ona danışmamışsınız. Dedim, çünki mənim məbnam var. Mənim o məbnalarımdan biri budur ki, abırı verən də Allahdır, alan da Allahdır. Bu ciddi bir məbnadır. Sən deyirsən ki, bilirsən nə var? Abırı verən də Allahdır, alan da Allahdır. O qədər əlləş sən özünü təmizə çıxartmaq üçün. Əgər təmiz deyilsənsə, təmizə çıxmayacaqsın. Doğruya söykənmək budur. Abırı alan da Allahdır, verən də Allahdır. Belə şeylərlə mən narahat olmam. Belə bir məbnası olan adam etməyə bilir, susa bilir, dayana bilir. Bir yarışın içindən çıxa bilir. Məbna çox mühümdür. Dayanan insanlar necə olur ki, dayanırlar? Çünki onların məbnası var. Çünki onların söykənəcəyi var. Çox ciddi söykənəcəkdir bu. İnsan bütün qəlbi ilə inansa ki, doğrudan da abırı verən də Allahdır, alan da Allahdır. Kim nə qədər danışırsa haqqında. Bütün dostlarına geçsin, nələr danışırsın. Allah istəmirsə bunu, Allah imkan verməyəcəksə, bu olmayacaq. Əks effekt verəcək əksinə. Deyəcəklər ki, belə, o qədər belə şeylər olub həyatımızda da bir xatırlayın. Əks effekt verib.
səni qaralamaq istəyiblər, səni zəiflətmək istəyiblər filan bəsməkan. Sən bəlkə müdaxil olsaydın orada özün şəxsən, bəlkə də belə olmazdı vəziyyət. Doğrudan da bəlkə hansısa formada deyir ki, belə bir söz var da, sən bir çirki təmizləyəndə öz əlində çirklənir də istər-istəməz. Bir şeyi təmizləyəndə insanın öz əlində çirklənir. Bəlkə də hansısa formada sən də bu vəziyyətdə ləkələnərdin, amma sənin o kənara çəkilməyin, sənin Allaha həvalə etməyin, bəzən deyirlər, tamam qoy, Allah bu məsələni çözsün. Bu həqiqətən də səmimi qəlbdən olanda, bu məbnaya əsaslananda doğrudan da çox gözəl bir effekti olur. Etməməyin qüruru. Baxın, bunu həm də ona görə etmək lazımdır ki, bunu mən ona görə təbliğ edirəm ki, bu günləri digəri çox təbliğ olunur da, etməyin qüruru. Düzdür? Yəni, o Hegelin bir yanaşması var, filosofdur. O deyirdi ki, mədəniyyət necə yaranır? Ziddiyyətlər toqquşanda. Ziddiyyətlər toqquşur, dialektik fəlsəfəsi bunun əsasında qurulmuşdur və yeni bir şey yaranır. Mənim yadıma gəlir, illər qabaq Məşəddadaşda oldum bir səfər, Allah Hacı Şahin Həsənli qardaşımıza rəhmət eləsin. Onun maraqlı çıxışlarından biri ki, mən orada olanda, Məşəddadaşda canlı olanda, canlı bir neçə dəfə iştirak eləmişəm, arzum idi. O çıxışlarından biri bu idi, bunun əsasında qurulmuşdu ki, o deyirdi ki, biz yeni alternativ mədəniyyət formalaşdırmalıyıq ki, müasir və trend mədəniyyət toqquşmağa bir şey tapsın və toqquşsun, yeni bir şey yaransın. Söhbət bundan gedir. Biz demirik ki, tam-tamına haqqıq da bizim dediyimiz bu mədəniyyət %100'dür. Biz deyirik ki, bu mədəniyyəti ona görə biz yaratmalıyıq ki, müasir mədəniyyət, qərb mədəniyyət, alternativ bir mədəniyyət yoxdur ki, onunla toqquşsun. Təkqütüblü bir mədəniyyətdir. Bizim yapmaq istədiyimiz şey budur ki, yeni bir mədəniyyət yaranırsan, bunlar toqquşurlar və bunların sintezindən yeni bir şey çıxır ortaya, daha gözəl, daha maraqlı. Məsələn, indi, mən belə başa düşürəm, Müşfiq müəllim, hamınız tanıyırsınız, bizim dəyərli dostumuz, ustad. Onun fəaliyyəti, məsələn, oturub dərindən dəyərləndirsək ki, bəzən dostlarla söhbət edirik, bəlkə də orada da hansısa natamamlıqlar tapmaq olar da, o çıxışlarda, o söhbətlərdə filan. Amma söhbət o deyil. Söhbət budur ki, alternativ bir mədəniyyət, hamı belə deyir, bir belə deyən də lazımdır. Əslində, Müşfiq müəllimin çıxışlarının uğurlu olması, şöhrət qazanması, sevilməsinin kökündə həm də bu mədəniyyətlərin, alternativlərin, yəni bu zidlərin toqquşması dayanır. Tək tərəfli deyil. Siz düşünün ki, hamı onun kimi indiyə qədər danışması olsaydı, indi onun danışması çox belə parlamazdı, çox səs yaratmazdı. Çünki o belə bir çıxış eləyir və bunun qarşısında toqquşacaq bir mədəniyyət var. Bunlar toqquşurlar və belə bir səs-küy yaradırlar. Yəni, insan bu günləri bizə hey deyilir ki, sözünü denən, fikrini denən, belə olmalıdır, tələb eləməlisən haqqını, belə o qədər insanları buna öyrədiblər, o qədər bunu təbliğ ediblər ki, tək tərəfli bir mədəniyyət formalaşıb sanki. Mən deyirəm ki, bir insanlar da lazımdır ki, bizə gəlib bunun əksini desin, biraz dayanın, biraz lazım deyil, biraz susmağı lazımdır, susmağı öyrənmək lazımdır və yaxud sükut halımıza qayıtmaq lazımdır da, bu bizdə var idi. Biz buna dönməliyik ki, biz öz qabımızdan sanki çıxardılmışıq. Təbliğat vasitəsilə çıxardıblar çölə. Müxtəlif məqsədlərlə də belə bir məşhur fikir var, deyir ki, qaranquşun göyərsinin qəfəsdən azad olmasını ən çox evdəki ac pişiklər istəyər də. O azadlıq çağırışlarının bir çoxunun təməlində bu dayanır. Biz elə bilirik ki, bizə görə bizi azad eləmək istəyirlər filan. Məsələn, məqsəd budur da, pişik durur, qoşulur o birisi pişiklərə, protest edir ki, bu göyərsinləri niyə burada siz saxlamısınız qəfəsdə, onlar azad olmalıdır, filandır. Bunlar göyərsinlər də içərdən göz yaşı axıdır ki, pişiklər necə də bizi düşünür, sağ olsunlar, var olsunlar, necə feministlər bizim haqlarımızı tələb edirlər və s. Əslində, burada əsas dayanan şeylərdən biri həqiqətən də acdırlar. Bunlar o göyərsinlər, o qəfəsdə olanda pişik onlara əli çatmır.
Bu çağırışların da edin, çıxın, tələb eləyin, filan eləyin, bu çağırışların da kökündə bəzən bu kimi şeylər dayana bilərlər. Ona görə alternativ mədəniyyət də olmalıdır bu kənarında. Çünki bir insanlar olmalıdır ki, gəlib desinlər ki, yox, bu deyil. Bu da var. Alternativ bir yol da var. Alternativ bir film də var. Alternativ bir kitab da var oxuya biləcəyimiz. Yəni, bir tərəfli də ancaq kitablar, bir tərəfli də ancaq təbliğatlar. Etməməyin qüruru. Mən etmədim. Mən edə bilərdim, amma etmədim. Mən sustum. Mən yayındım. Mən bağışladım. Hətta bəzən bu feilin təsdiq formasında da ola bilər. Baxın, bağışlamaq, bağışladım, feilin təsdiq formasıdır. Amma altında bağışlamaq əslində nəyisə etməməkdir də. Bağışladım, yəni məsələn, qisas almadım, cəzalandırmadım, əfv etmək, bağışlamaq. Etməməyin qüruru. Bu qürur insanın içində, bu qürurla insan sarılmalıdır. Belə bir insanın qüruru olmalıdır. Yəni bunu mən deməyə çalışıram ki, bu təbliğatlara çox uymamaq lazımdır ki, hə, sözünü dedim, belə elədim, elə danışdım. Yox, mən etmədim. İnsan necə olur ki, insanlar həqiqətən də bu aramlığa çatırlar? İnsanlar necə olur ki, etməyə bilirlər? Necə olur ki, özlərini çox müdafiə eləmirlər? Fəlsəfətçi bir insanlıq formalaşdırıblar. Siz ailə münasibətlərinə baxın, siz Allah. Mənim bəzən seanslarda pasiyentlər gözümün qabağında fəlsəfə yapırlar. Bu fəlsəfə, o dayanır, bu fəlsəfə, o onu dayandırır. Dayanmaq lazım bir yerdə. Fəlsəfəçilik bəlası, fəlsəfəçilik, mən təlimlərimdə həmişə deyirəm, fəlsəfəçilik zəiflik əlamətidir, xüsusən bəylər üçün. Sən bir şey edirsən, bir xanımla bir məsələni qoymuşsan ortaya və bunun saatlarla izahını verirsən ki, bu səbəbdən dolayı, bu belə olmalıdır, bu filan, bu zəiflik əlamətidir. Bir kəlmə deyirəm, olur, olur, olmur, olmur, çəkirəm və gedirəm. Bu insanlar necə belə ola bilirlər? Məsələn, xanım səndən bağlı bir şikayəti var, deyir ki, sən filan şey filan elədin. Burada oturub saatlarla izah eləmək ki, yox, əslində bu belə deyildi, filandır, bu zəiflik əlamətidir, əziz qardaşım. Bir kəlmə deyəcəksən ki, mən belə şey eləməmişim. Vəssalam. Mən belə şey eləməmişəm. Niyə bu belədir? İnsan nə vaxt ehtiyac duyur fəlsəfə yapmağa? Özündən bağlı tərəddüd olanda, özündən bağlı şübhəsi olanda. Deməli, dəyərli şairimiz Salam Sarvan, görkəmli, ustaddır da, dəyərli şairdir, şeylər möhtəşəm. Bir dəfə onun haqqında bir başlıqda jurnalist qoymuşdu ki, görkəmli şairimiz Salam Sarvan falan, nəsə bir şey yazanda o götürüb yazmışdı ki, yəqin o qədər də görkəmli deyil də, görkəmli olsaydı, görkəmli şair sözünə ehtiyac qalmazdı. Elə Salam Sarvan kifayətdir də. Salam, bəzi imzalar elədilər. Məsələn, Ramiz Rövşənin qarşısında titullar saymağa ehtiyac yoxdur. Ramiz Rövşən və salam. Sən orada sayırsansa, deməli bir o qədər də bir şey deyil də. Ona görə burada da insan nə vaxt sübuta ehtiyac duyur, fəlsəfəyə ehtiyac duyur, özündən tərəddüdləri olanda. Doğru olanda insan və özünün yaptığının doğruluğundan əmin olanda bir kəlmə deyirsən, mən yanlış bir şey yapmamışam. Deyilir orada, deyilir. Məsələn, Sakratla Ksantippa olub da xanımı, onun həyatında çox belə şeylər olub. Xanım deyirmiş. Və bu da deyirmiş ki, mən yanlış bir şey yapmamışam. Niyə görə? Çünki öz doğruluğundan əmin idi. Çox danışmaq, bayaqları bir nəfər danışırdı. Münasibətlərdə, konfliktlərdə, məsələlərdə çox danışmaq özünün özündən tərəddüdünün əlamətidir. Dayanmaq lazımdır.
İşıqfor mənə bunu dedi, dayanmaq lazımdır, dayan, sürətlə gedirəm. Yəni, çox qəribə bir formada, elə bir ki, lap belə bir sinəyə bənzəyir, elə bir qəhtandan qən doğurursan və görmədiyin halda birdən, bir var görürsən o şillə yaxınlaşır. Bir də görürsən ki, yox, sən öz işindəsən, birdən şarap, qeybdən bir dənə səs gəldi, budur ki, əlini çəkən o dayan, işıqforun qırmızı işığı dayan və dayanmaq lazımdır. Birbaşa özümə dediyim sözdür bu, inanın, yəni münasibətlərimə baxanda və s. və s. görürəm ki, həqiqətən də dayanmaq lazım imiş. Dayanmaq lazım. Bəsdir. Bu qədər izah, bu qədər fəlsəfə, bu qədər haqq davası, bu qədər filan, bu deyil. Bəzən həqiqəti gizlədən, həqiqəti örtən bizim sözlərimizdir. Bəzən öz sözlərimizlə həqiqəti örtürük əslində. Sussaq, özü partlayacaq həqiqət. Etməyin qüruru, bilirsiniz, psixologiyada ego səviyyələri söhbəti var, egonun səviyyələri var. Məsələn, mən ikisindən danışım. Uşaq egosu var, bir də yetkin egosu var. Uşaq egosu nədir? Uşaq egosu etməklə qürur duyur. Etməyin qüruru uşaq egosudur. Bugün bəşəriyyəti uşaq egosuna səslilər əslində. Mən etdim, mən yapdım, mən bunu sözümü dedim, mən ora getdim, mən oradan filan elədim, bacardım, mən bunu bacardım, mən onu elədim. Bir də var ki, yetkin ego, mən bacarmadım. Çox sakit tərzdə, məndə alınmadı. Elə insanlar görəndə qibtə eləyirəm, çox rahatlıqla, nə ilə bağlı deyirlər ki, mənim cəhd elədim, ancaq alınmadı. Çox rahat yəni, çünki adamda o bir qəhrəmanlıq şeyi yoxdur da, mütləq insan hər şeyi bacarmalıdır deyə bir şey yoxdur. Məşhur filmlərdən birində var, oğlandır, döyüşçüdür, deyək ki, məsəl üçün idmançıdır da, bir 10 nəfərin içinə girir, rahatlıqla zərərsizləşdirirlər. Amma bu insan gəlir, sevdiyi xanımla birlikdə bunlar karuselə minməlidirlər. O deyir ki, mənim aviafobiyam var, mən hündürlükdən qorxuram. Çox rahatlıqla, bu da dönür, baxır, gülür, lağlağı eləyir, sən beləsin, deyir, hədə, mənim belə bir qorxum var. Mən bacarmadım. Məndə alınmadı və mən çəkildim və yaxud debatlara baxın siz. Siz debatlara baxın. Debat müzakirədir də, müzakirədə illah ki, sən haqsız çıxsan, səni dostların öldürər. Məsələn, bir müzakirəyə gəlmişik, bir tərəfdən məni dəvət ediblər, digər tərəfdən bir başqası gəlib də 2 nəfər. İndi bir onun pərəstişkarları var, bir də burada mənim pərəstişkarım. Sən burada qarşı tərəfə imkan, şərait yaradırsan, o danışsın, o haqlı çıxsa, sən nəyisə deməsən, qıraqdan, bucaqdan, ay nə oldu, ay filan, yox. Adam haqlıdır. Və mən bu ehtiyacı duymuram ki, mən bu görüşdə mütləq mən qalib gəlməliyəm. Bu debatda mütləq mən qalib gəlməliyəm, belə bir şey yoxdur. Bu şeylər danışmağa çalışacağam, bildiklərimi, fikirlərimi ifadə edəcəm. Görsən, vaxt az qalıb, məsələn, adam dəridən qabıqdan çıxır ki, ay Allah, fikirlərim qaldı, mən bunları deməliyəm, bu deyəsən, bu üstünlük falan, belə bir yarış yoxdur. Tamam bir söhbətdir, müzakirədir. Bilirsiniz, budur məsələ, etməməyin qüruru. İnsanları bir yarışa salıblar. Çünki hamı eyni formada gəlir. Biz daha dərindən danışmaq istəsək, ailələrlə bağlı, ailələrin dağılmasından bağlı və s. Zahirdə olan şeylər başqadır, daha dərində, alt qatda olan şeylərdən biri budur. Baxın, ailələr etməyin qüruruna giriblər, etməyin qüruruna. Mən dedim, mən falan. Təsəvvür edin, məsələn, ailələr bir 20-30 il bundan əvvəllə indini müqayisə edin. Müəyyən təbliğatın qurbanı olublar da. Müəyyən yanlışlıqlar görüblər, o yanlışları düzəltmək istəyiblər və belə vəziyyətə gəliblər. Tutalım, deyir ki, getdiyim şey oldu, haqqını tələb elə, qoyma, imkan vermə, filan olsun, belə olsun, belə pompalayıb göndərirlər. O da durur ki, mən haqqımı tələb edəcəm. O birisi deyir ki, nə danışırsan? Haqq mənim haqqımda qırğın düşür də, heç sənin üstünə qırğın düşür. Halbuki, dediyim kimi, etməməyin qüruru ilə insan yaşasa,
boş yerə qürur sözünü seçməmişəm də, etməməyin məğlubiyyəti deyil bu. Bəzi etməməklər var ki, məğlubiyyətdir. Əgər sən kompleks səbəbi ilə qorxursan, çəkinirsən, utanırsan filan, ona görə etmirsənsə, bu məğlubiyyətdir. Bu sonraki peşmanlıqdır. Sonra gedib özünü qınayırsan. Çox orada pasiyentlər gəlirlər, ay müəllim, mən belə müsəlmanın sonraki ağlı, gərək belə eləyədim. Deməli, burada qaynaq kompleksiymiş. Qaynaq doğru deyilmiş. Amma qaynağın doğrudursa, şuurlu bir seçimdirsə, şuurlu formada sən susmağı tərcih etmisənsə, doğru ola-ola susmağı tərcih etmisənsə, güclü ola-ola susmağı tərcih etmisənsə, bu möhtəşəm bir hissdir. İnsan özünlə qürur duyur. Deyir ki, mən filan vəziyyətdə demədim, yapmadım bunu. Mən uşaq egosundan çıxış eləmədim. Siz uşaqların mübahisələrinə baxın. Siz uşaqların mübahisələrinə baxın, hansısa bir oyuncaq uğrunda mübahisə, hansısa məsələnin üstündə mübahisə. Baxın, diqqətlə baxın. Sonra gözünüzü çevirin və böyüklərin, dırnaq arası böyüklərində mübahisəsinə baxın. Görəcəksiniz ki, belə bir ciddi fərq yoxdur. Ola bilsin, hansısa terminlərlə, fərqli terminlər işlədirlər, fərqli. Amma həmən şeydir. Uşaq egosundan çıxış edirlər, yetkin egosundan deyil. Qarşı tərəf danışır, o onun sözünü kəsir, bu bunun filan edib, varsa adı qarşı tərəfdən. Sonra dayanandan sonra deyir ki, mən fikirlərimi ifadə edə bilərəm, mən də bir söz deyə bilərəm. Hə, buyur, denəm. 2 kəlmə deyir ki, belədir, belədir. Bu, yetkin egodur. Keçən təlimlərin birində danışdım. Hiperbolik ifadələrdən istifadə etmir yetkin egosunda olan insan. Məsələn, qarşı tərəf bir şeylər çıxış danışdı. Yetkin insan baxır, deyir ki, əlbəttə sözündə haqlı olduğu məqamlar da var. Filan şeyi doğru dedin. Amma düşünürəm ki, bu məsələdə biraz yanlışlığa yol vermirsən. Bunu bir müzakirə edək bəlkə. Baxın, bu yetkin egodur. Bir də var, deyir ki, bayaqdan nə də ağzıva gələni danışırsan. Bu hiperbolik ifadələrdir. Etməməyin qüruru. Deyirəm ki, gəlin bir alternativ bir yol yaradaq və yaxud mövcud qədim yolumuza qaydaq etməməyin qüruruna. Gəlin biz də bu tələyə düşməyək. Etməyin qüruru. Müxtəlif məsələlərdə misallarını özünüz çəkə bilərsiniz. Etməyin qürurunun içinə salıblar insanları. Adam bir də görür ki, bu propaganda onu aparıb çıxardıb Avropaya. Mən də bunu etdim. Mən də filan yerə getdim. Filan yeri mən də gördüm. Filan yerdə mən də şəkil çəkdirdim. Bəhmən yerdə filan. Yapdım, qürur, belə şeylərlə. Bir də var, rahatlıqla mən getmədim. Maraqlı, məsələn, İmam Həsən, imamdır da, həcdə olmayıb. Bizdə biri, məsələn, 5 il ibadət edən adam bir də görsən, kompleksə salır. Sən heç olmamısan hələ filan. Və yaxud da onsuz ziyarətgahda yox. Getməmişəm. Olmamışam. Müxtəlif səbəblərdən dolayı mən bunu etməmişəm və bundan da narahat da deyiləm. Belə bir yarışım, belə bir dəhşətin, tələbatım yoxdur ki, illa hamı orada olub, hamı filan şəkil, sən də orada olmasın, yox. Mən getmədim, mən ehtiyac duymadım. Bizim bir dostumuz var idi, Rusiyada yaşayanda, geniş imkanları var idi, amma adam maşını yox idi. Deyirdi ki, çünki bəzən o görürəm, o içdən elə bir şey, mənim ehtiyacım yoxdur da deyirdi. Özüm deyir, dərindən düşündüm, oturdum, gördüm ki, mənim maşına ehtiyacım yoxdur. İstəyirəmmi almaq istəyirəm, amma bu mənim istəyim deyil. Gördüm ki, hə, dost, tanış, onda var, bunda var, sən də al. Mənim özüm ehtiyacım, mənə rahatdır da, deyir, taksiyə gedirəm, gəlirəm belə. Belə bir ehtiyacım yoxdur. Müşahidəsi xoşuma gəldi. İnsan oturub dərinə müşahidə edir və görür ki, onun şəxsən belə bir ehtiyacı yoxdur.
Sadəcə ona gözdağı vermək üçün, mənim də var, bizim də belədir filan. Rahat bir həyata səslənişdir də bu. Etməməyin qüruru. Çox rahat. İnsan belə şeylərlə də, belə fəaliyyət növü ilə də qürur duya bilər. Feilin inkar forması. Mən etmədim. Bilmirəm sizdə vəziyyət necədir. Mən təzə öyrənmişəm və inkişaf elətdirmək istəyirəm bunu. Və görmüşəm ki, elə bir kələfim uzun tapmışam. Bir çox məsələlər görmüşəm, məsələ buymuş. Məsələn, bir yerdə insan elə bilir ki, mən haqlıyamsa nə qədər istəsən danışa bilərəm. Haqlıyam da, mən yalan danışmıram ki. Deyirəm ki, yaxşı da, o necə gözəl deyib, bunu Nizami Gəncəvi mərhum bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verər o da. Yəni, bu o qədər gözəl bir misal digər yerlərə vurmaq üçün də, yəni sənin haqlı olmağın bəraət vermir, sən bu qədər fəlsəfə açasan, baş ağrıdırsan o su kimi, sən artıqsan, sən həddindən artıqsan, sən çoxsan. Bunu öyrənməyə başlamışam. Bir şeyi də daha dərindən bilmək üçün, sağ olun, xoş gördüm. Mən həmişə o haqda deyirəm ki, bir müzakirə açaq bu haqda, bir danışaq bu haqda və kör nöqtələrini də görək söhbətin. Suallarla, təəssüratla, fikirlərinizi indi bölüşərsiniz mənə çıxışımdan sonra. Görün, mən haqlıyam, yəni bu doğru bir şeydir. Mən düşünürəm ki, maraqlı bir, alternativ bir mədəniyyətdir və bu doğrudur və mən şəxsən öz həyatımda bunu görmüşəm. Bunun faydasını görməyə başlamışam. Yol özündən əmin olmaqdır. Özündən insan əmin olanda bir vaxt edin, öz davranışlarınızı, həyat tərzinizi, danışıq tərzinizi, baxmağınızı, gülməyinizi, bizim bir müəllimimiz var, deyirdi ki, aynanın qabağında hətta gülüşünüzü belə məşq edin. Yəni, təbiətin ixtiyarına buraxmayın da, Allah mənə bunu verib deyil. Durun aynanın qabağında və məşq edin. Ən doğru nədir? Ən qəşəngi, ən yaxşısı nədir? Mənə uygunu da, yəni. Onu tapın və ondan əmin olun. Ondan əmin olandan sonra kiminsə baxışı, kiminsə sözü, kiminsə filanı sizi. Mən zaten bunu seçmişəm də, özüm əminəm bundan. Mən yanlış bir şey yapmıram. Məsələn, fərz eləyək ki, siz tutalım, musiqi dinləməyi sevirsiniz. Bunu bir araşdırın. Görün, hələ bu yaxşıdır, pisdir, doğrudur, yanlışdır. Sonuna qədər gedin və əmin olun. Doğrudursa, sökən o doğruya. Orada gizlətdim, burada belə elədim, burada filan elədim. Yox, rahat, çox rahatlıqla. Doğru deyilsə, o başqa məsələdir. Misal, musiqi misal üçün dedim də, müxtəlif məsələlərdə elə. Bizim bir dostumuz var idi. Belə misallar deyil, bəzi şeylər var ki, ürəyim istəyir onları yapmaq. Amma ehtiyatlanıram, edə bilmirəm onları. Dedim, çünki sən özün də hələ bilmirsən ki, onlar doğrudur ya deyil. Sən özün bir təftiş elə, mütəxəssisin köməyinə ehtiyac var, get mütəxəssisin qəbuluna. Özün araşdıra bilirsən, özün araşdır. Gör, sənin bu etmək istədiyin şey doğrudur ya yanlışdır. Bu, əgər doğrudursa, sən ona söykənəcəksən. Doğrular həyatımızda olmalıdır. Bizi fəlsəfəçi yapan tərəddüdlərimizdir. Biz əslində qarşı tərəfə demirik bu dediklərimizi. Əslində özümüzə deyirik. Əslində özümüzü əsaslandırırıq. Danışdıqlarımızı əslində özümüzə danışırıq. Ona görə özündən əmin olan insanlar. Sual, ən az danışan insanlar kimlərdir? Konfliktlər zamanı, mübahisələr və s. və s. Özündən ən çox əmin olan insanlar. Arxayındır. Ona görə çox fəlsəfə yapmayacaq. Bir kəlmə deyəcək ki, yox, mən belə deməmişdim.
Bəs bala necə demişdin, filan bir saat, filan, Sokrat belə gəldi, o birisi elə, yox. Mən belə deməmişdim. Qutardım. Sən özün indi anlada mən nətər demişdim. Mən bir şey bilirəm ki, mən belə deməmişdim. Etməməyin qüruru budur. Belə bir qüruru insan olmalıdır və həyatına gətirməlidir bu qüruru. Ki, mən filan vəziyyətdə bunu etmədim. Çox çətindir. Dayanmaq çox çətindir. Mən də belə danışdım, rahat gəldi. Mən sizə deyirəm ki, mən özüm bunu öyrənirəm. Yəni, bu çətin bir şeydir. Dayanmaq, etməmək. O qədər gözəldir. Baxın, görüntü olaraq qəşəngdir də. Məsələn, biz kinolarda baxırıq, qəhrəman orada başını sallar, dedi, təşəkkürlər, sağ olun və çıxdı. Hamımız bunu sevirik. Amma gəl sən özün bunu yap, görüm necə yapırsan. O vəziyyətə düş və bunu yap. Doğrudan da bir haqsız bir durum var. Hamı dedi və sən görünür ki, mən hamıza təşəkkür edirəm, gedim mən. Qardaş, bir danış və danışsan da burada nə edərsən? Yəni, meydan oxuyarsan da hamıya. Elə cavablar verərsən ki, filan. Sakitcə durursan, gedirsən. Əlbəttə çətindir. Çətindir. Xüsusən ailə münasibətlərində, inanın. Yaxın münasibətlərdə də, ailə deyəndə, yəni bütün yaxın münasibətlərdə sosial bacarıqlar iki qrupa bölünür. Uzaq adamlarla sosial bacarıqlar, onları öyrənmək çox rahatdır. Adi bir tövsiyə ilə düzələn şeydir. Necə istəyim, necə insanı tərifləyim, necə insanı tənqid edim. Bunlar sosial bacarıqlardır da. Uzaq insanlarla bunları öyrənmək çox rahatdır. Bir də var yaxın insanlar. Yaxın insandır. Yaxın insanlarla münasibətdə dayanmaq, etməməyin qürurunu yapmaq çox çətin məsələdir. Mən burada elə danışardım ki, onun zəif nöqtələrini də bilirdim. Düşünün ki, məsələn, 2 nəfərsiz, bir konfliktiniz var. Üçüncü bir şəxsin hüzuruna çıxmışsınız da, üçüncü bir şəxs sizi dinləyir. Mən inanın ki, bəzən bunu pasiyentlərdə görürəm və ləzzət eləyir mənə. Yəni, burada artıq açıq meydandır da, hodri meydandır. Gəliblər, 2 nəfərdir, konfliktləri var və mən onu hiss eləyən ki, qarşı tərəflərdən biri adətən bəylər olur, bağışlayın. Məsələn, görürsən ki, bəy burada etməməyin qürurunu yaşadı, deməməyin qürurunu. Xanım dedi və özdə deyir, düz demirəmsə falan. O da dayanırdır ki, qəşəngdir, gözəldir, düz deyirsən falan. Məsələn, mən bilirəm ki, o əslində elə deyil məsələn. Sadəcə adam dedi ki, belə olsun da. Çətindir yəni, dediyiniz kimi çətindir, amma gözəldir, xarizmatikdir. Çox insanı samballı eləyir. Mən bir dəfə yazmışdım, təkcə çəngəlin, qaşığın ağrı qəşəng deyil. Görmüsünüz də, məsələn, gedirsiniz restorana, görürsünüz, bu boyda restorana gəlmişsiniz, bir çəngəl gətirdilər, püləsən uçar. Bir də var, çəngəl gətirdilər, ağır. Adamın xoşuna gəlir də, qaşıq ağır qaşıqdır. Demiş, təkcə çəngəlin, qaşığın ağrı yaxşı deyil. İnsanın da ağrı belədir, dəyərlidir. Ağırdır, adam çox belə danışmadı, bilmədi. Xüsusən də danışmağa çoxlu sözünüz varsa. Məsələn, düşünün, bir təlim var, mühasirədir təlim, o başqa şeydir. Orada da ağır olmağın yeridir. Sən çağırıblar, buyur danış. Yox, mən bu günləri danışmıyorsam, o başqa şeydir. Bir də var ki, gəlmişsiniz, dost çevrəsində oturmuşsunuz. Ay qardaş, bir dayan da, sən danışırsan da hər yerdə. Burada da bir dinlə. Bu danışan adam, maraqlı danışan, maraqlı düşüncələri, fikirləri var. Dost çevrəsində oturub dinləyəndə çox yaxşı görsənirdi. Mən filan yerdə danışmadım. Amma burada bu danışmamağım bir etməməyin qüruru deyildi. Mən sadəcə özümü müdafiə eləmək istəmədim. Belə deyirsiniz də, özümü müdafiə eləmək istəmədim. Niyə özümü müdafiə eləmək istəmədim? Müxtəlif səbəbləri ola bilər. Çəkindim, nə bilim, utandım, qorxdum, fikirləşdim, o elə ağır söz deyər və s. müxtəlif səbəbləri olub. O qaynağa baxmaq lazımdır.
Niyə mən burada özümü müdafiə eləmək istəmədim? Ola bilər ki, qaynağı bu olar ki, faydasını görmədim. Yəni, bir effekt, mən burada boş-boşuna danışacağım da, bu da maraqlı bir mənbədir. Bu da maraqlı bir qaynaqdır. Yəni, niyə özünü hörmətdən salırsan? Mən həmişə nə deyirəm valideynlərə? Deyirəm ki, əsəblərinizi hörmətdən salmayın. Əsəb çox yaxşı şeydir, əsəbləşmək. Onu bir hörmət eləmişsiniz. Hər qapı bucaqda, hər şeyin üstündə əsəbləşməklə, sonra öz əsəblərini bir hörmət edir, hörmətsiz edir. Mən tanıyıram elə insanlar ki, əsəblərini hörmətsiz ediblər. İndi əsəbləşir, çox ciddi bir şeyin üstünə. Uşaq gülür, qaçır. Məsələn, insanlar münasibətlərdə də belədir. Ondan sonra tövsiyələrinizi bir hörmət eləməyin. O qədər tövsiyə, hörmətdən düşüb. Daha elə bu danışır da orada. Yenə başladı. Çağırırlar qonaqlığa danışır, çağırırlar oraya danışırsan. Elə bir vəziyyət yaranmaz. Sizdən tələb etməyincə tələb eləyirlər bəzən. O qəşəngdir. Xahiş edib bir kəlmə, iki kəlmə, bir nəsə deyərsiniz. Onda deyir, vallahi yox filan, başlayır da dayanmır. Da elə də olmasın da. Orada da yenə 5 kəlmə, 3 kəlmə sözün kəsəri olur onda. Sözün kəsəri olur. Mən bunu bir dəfə demişəm. Yaxında bir nəfərə də demişdim, yadıma düşdü. Xatirəm təzələndi. Deməli, bir nəfər var idi, bizim pasiyentimiz danışırdı, deyir ki, hicablı xanımdır və həkimdir. Və deyir ki, günlərin bir günü işlərimlə əlaqədar müsaqilədir. Elə bir vəziyyət yarandı ki, mənə məsələn, hansısa xəstəxanada rəhbərliyə kimi, mən rəhbər vəzifə kimi ucala bilərdim, qalxa bilərdim. Belə bir şans yaranmışdı. Amma mənə yumuşaq formada çağırdılar. Dedilər ki, hicablısan da belə. Hicabın olmasaydı daha rahat, yolun açıq olardı bu məsələdə belə filan. Söhbət bugündən getmir də. Bəlkə bugün bu problem yoxdur, amma neçə illər bundan qabaq belə bir problemlər var idi. Deyir ki, mən bununla bağlı düşdüm tərəddüdə də. Yəni ki, belə bir vəzifə çıxıb qarşıma. Və təbii olaraq başladım araşdırmağa. Çox adama yazdım. Çox alim bildiklərim, ilahiyyatçı və s. Çox adama buna yazdım ki, belə bir vəziyyət var, mən neyniyim, yəni, bəlkə postu, məqamda gedim ora, bəlkə belə falan. Çox adama deyir, yazdım və bunlar mənə böyük-böyük yazılar göndərdilər, bir link atdı, bir çıxışlarını, bir uzun səslər və s. və s. Deyir, həmən vaxtı mən dəyərli bir ustad var idi, mən onun haqqında eşitmişdim. O mərhum Hacı Şahin Həsənli idi. Yəni deyir ki, mənə təklif elədilər ki, ən doğru mənbə o olar da, bir ondan da soruşum. Zaten yazıbları nə qədər deyir. Mən deyir, uzun bir 2-3 səhifəlik yazı yazdım, vəziyyətimi izah elədim, belədir. Falandı, nə deyirsiniz məsələ? Yazdı, əleyküm salam. Hicabı tərk etməyin. Və salam. Deyir, elə bildim ki, vəhiy nazil oldu. Ayə gəldi. Tutardı da, deyir, bağladım, qoydum ayına. Buna qədər, o qədər izahlar veriblər, nə bilim filanlar, ayələr. Əleyküm salam, hicabı tərk etməyin. Söz belə olur. Sözümdür və salamda, həqiqətən deyir, mən əməlli başlı titrədim də onu görəndə. Mən dinə boyda izah filan göstərir o aləmindəki, başlayacaq məni çəkindirməyə, belə filan, xahiş edirəm, bu o birisi belə, yaxud belə də bir kəlmə hicabı tərk etməyin. Bu etməməyin qüruru budur. Yəni uzun-uzadı dastanlar, indi mənə buna müraciət olunur, filandır, bəs məkandır. O qaynaq çox mühümdür ki, bəzən özünü müdafiə cəhdləri həqiqətən də əks effekt verir. Bəzən elə çəkilmək lazımdır kənara. Biz bundan danışırıq zaten. Kənara çəkilməkdən, dayanmaqdan danışırıq ki, bəzən dayanmaq lazımdır. Ailə münasibətlərində də, dost münasibətlərində də. Tamam, mən çəkildim kənara. Mən höccəti tamamladım. Bu höccət bir yerdə tamamlanmalıdır da. Bəzi münasibətlərdə sən artıq bir yerdə deməlisən ki, mən höccəti tamamladım artıq. Vəssalam.